Salam değerli futbol 11-11 sevenler. Bugün Black Eagle'la perakende olmuş komanda hal-hazırda oynuyor. Top Black Eagle'da hal-hazırda onlar paslaşmağa önem verirler. Hal-hazırda mükemmel şekilde paslaşırlar ve narıncı komandaya hiçbir top göstermediler böyle kobut dilde desek. Hal-hazırda narıncı komanda topu ele geçirdi. Narıncı komandadan benim köhnə iş yoldaşım da var. Temiz hoş bir tesadüf. Hal-hazırda qapıcı ilə paslaşırlar. Black Eagle komandası. Görək, sakit paslaşmağa daha çox önəm verirlər bu oyun. Gün verib, işıq vermirlər. Sözün əsl mənasında narıncı komandaya. Görək, oyunun sonuna kimi belə davam edə biləcəkmi? Hal-hazırda narıncı komanda oyuncusu hücuma hazırlaşır və burada offside, hakim bayrağını qaldırır. Offside var. Hal-hazırda müdafiəçilərlə paslaşdı qapıcı. Black Eagle komandası çox hücum eləmir. Arkada daha çox paslaşmağa üstünlük verir. Aha, hal-hazırda hücum xəttindədir və qapıcı topu tutur. Qapıcı topu irəliyə doğru göndərir hal-hazırda. Black Eagle komandası nümayəndəsi həmin topu tutdu və burada narıncı komanda oyuncusu yıxıldı öz-özünə. Hal-hazırda hücum davam edir. Black Eagle komandası tərəfindən birinci müdafiəçini keçdi. Və hal-hazırda Anar burada topa toxundu və qoymadı. Anar irəliyə doğru topu attı. Lakin top Black Eagle komandası tərəfindən ələ keçirildi. Və hal-hazırda hücum davam edir. Pas 21 nömrəli oyuncu ilə 21 nömrəli oyuncu topu özündə saxlamaqda qərarlıdır. O burada yıxıldı, lakin hakim heç bir qayda pozuntusu olmadığını göstərir. Görək, topu geriyə doğru atdılar. Atmadılar da doğrusu. Və burada çox qəşəng bir formada topu irəliləməsinə imkan verməmişdi Black Eagle komandasının oyuncusu və ortadan mərkəzə doğru pas qəşəng düşünülmüşdü. Lakin buna imkan vermədi. Hal-hazırda hakim oyunlar gəlib tərk edir. Və hakim burada Black Eagle komandasının baş məşqçisi ilə neysə müzakirə edir. Oyun davam edir. Narıncı komanda topu ələ keçirməkdə biraz çətinlik çəkir ilk dəqiqələrdə. Hələ 3-cü dəqiqədir. Black Eagle komandası pası qeyri-dəqiq verdi. Narıncı komanda topu ələ keçirir hal-hazırda. Aha. Topu saxladı və hal-hazırda qəti 2 nəfər oyuncusunu keçdi. Hal-hazırda lakin özü yıxıldı. Topu axıra kimi özündə saxlaya bilmədi, lakin komanda yoldaşına ötürdü. Burada komanda yoldaşı da öz komanda yoldaşına qeyri-dəqiq pas ötürdü və hal-hazırda hücum izləyirik. Black Eagle komandası tərəfindən kamil gözümüzə dəymir Black Eagle komandasından. Və gördük, burada gol vurmaqdan çox paslaşmağa önəm verirlər qapı qarşısında Black Eagle komandası. Bundan artıq çox narıncı komanda oyuncusu var idi müdafiədə və bu səbəbdən indi hal-hazırda sürəti çata bilərmi? Xeyr, çatdırmadı və birbaşa qapıya doğru çox yüngül bir zərbə edir. Komandanın müdafiəçisi hücumçusu üzr istəyirəm hal-hazırda. Oyuncuların arxasında adları görsənir. Sadəcə mənim gözüm yaxşı görmür deyə oxuya bilmirəm. İlk 5 dəqiqə yekunlaşmağa doğru gedir. Və hakim burada out'un yanlış başladığını və out'u Black Eagle komandasının başlamalı olduğunu göstərir.
Alt başlanıldı. 19 nömrəli oyuncusu hal-hazırda ortadakı oyuncunu görür. 31 nömrəli oyuncu görək topu itirdi. Hal-hazırda top yenidən ələ keçirildi Black Eagle komandası tərəfindən. Və burada qapıya doğru zərbə. Lakin top qapıdan kənara keçir və ilk 5 dəqiqə də tamamlandı hal-hazırda. Hakim başlayır. Görək topu mərkəzə mi göndərəcək, yoxsa müdafiəçilərə mi ötürəcək? Aha, 33 nömrəli oyuncu topu qəbul elədi və 19 nömrəli oyuncu ötürdü. 19 nömrəli oyuncu qapıya birbaşa zərbə indirmək istədi, lakin top tullandığından zərbə geridə qalınır və o qədər də güclü alınmır. Hal-hazırda qapıcı ilə başlayır narıncı komanda və birinci oyuncunu keçdi, birinci hücumçunu keçdi. Görək 3 nəfər oyuncunun ortasından keçə biləcəkmi? Bəli, pas ötürdü. Və hal-hazırda görürük. Topu axıra kimi saxlaya bilmədi və top narıncı komandanın oyuncusundan çıxdı. Black Eagle komandası alt başlayır. Burada 33 nömrəli oyuncu topu qəbul edir. 33 nömrəli oyuncu topu irəliyə ötürür və bəli, orada 5 nömrəli oyuncu topu tutur. Görək qapıya doğru zərbə indirəcəkmi? Bu dəfə yoxsa paslaşacaqmı? Qapıya doğru zərbə, lakin qapıcı topu tutur. Orada oyuncuya pas atmaq istəmişdi. Hal-hazırda narıncı komanda paslaşırlar narıncı komanda. İrəliyə doğru pas atmaq istədilər, lakin alınmadı. Hal-hazırda təzədən çox qəşəng bir keçid oldu. Bir oyuncunu keçdi, amma o bir oyuncu buna keçməyə imkan vermədi. Qapıya doğru zərbə endirildi. Black Eagle komanda oyuncuları tərəfindən sadəcə top qapıdan xeyli yan keçir. Və hal-hazırda hakim burada cərimə qayda pozuntusu olduğunu bildirir və Black Eagle komandasının cərimə ilə başlayacağını göstərir. Görək cərimə zərbəsi pasla mı başlanacaq, yoxsa birbaşa qapıya doğru mu ötürüləcək? Və hal-hazırda forması olmayan bir oyuncu, arxasında forma nömrəsi yazılmayan bir oyuncu icra edəcək. Görək. Bəli, qapıya doğru birbaşa zərbə və gol. Möhtəşəm bir gol idi. Təbrik edirik həmin oyuncuna. Hesab 1-0 Black Eagle komandasının xeyrinə. Onun arxasında koftasından nömrə yoxdur, yəni o bir nömrədən də qabaqdır. Narıncı komanda hal-hazırda mərkəzdən başlayır. Hesab 1-0. Səfər eləməsə 8-ci ya 9-cu dəqiqə olmalıdır. Hakim nəyəsə görə oyunu saxlayır hal-hazırda və oyunun fit başlanma səsi bildirildi. Hal-hazırda narıncı komanda geriyə doğru pasla oynayır. 19 nömrəli oyuncu hücumdadır və yoldaşlarının hücumda aktiv iştirak eləməyi üçün səsləyir. Və hal-hazırda top bayaq gol vuran nömrəsiz oyunculardır və o qapıya doğru pas ötürdü. 7 nömrəli oyuncu topu qəbul edir. Və hal-hazırda səhv eləmirəmsə 33 nömrəli oyuncudur bu. Xeyr, 21 nömrəli oyuncuymuş. Sağa doğru pas atdı. İndi görək. İrəliyə doğru pas 19 nömrəli oyuncu bu pası qola çevirə bilərmi? Hal-hazırda buna baxırıq. Top itməyib hal-hazırda. Maraqlı bir top qapıcıdan top qapıcıdan çıxır. Hal-hazırda küncdən zərbə başlanılacaq. Eagle komandası tərəfindən. Burada qapçıya toxunur, təzədən top oyundan çıxır və təzədən Eagle komandası küncdən zərbə ilə başlayacaq. 7 nömrəli oyuncu topu küncə ötürür. Görək bu dəfə pasla başlayacaqlar, yoxsa mərkəzə doğru göndərəcək topu Black Eagle komandası. Və bu dəfə xeyr, pasla başladı 77 nömrəli oyuncu ilə. Və hal-hazırda 33 nömrəli oyuncu qapıya doğru zərbə, lakin top qapının xeyli üstündən keçir. Top qapının xeyli üstündən keçir və hal-hazırda qapıcı
Qapıcı başlayır topu. Burada çox təhlükəli bir vəziyyət yaranmışdır. Çünki Black Eagle komandası birbaşa müdafiəsinin üstünə hücuma keçmişdi və az bir fərqlə topu ələ keçirə bilərdi. Hal-hazırda top Narıncı komandadır. Narıncı komanda oyuncusu qaçmağa çalışır. Lakin 77 nömrəli oyuncudan qaçmaq biraz çətindir. Çətindir. 21 nömrəli oyuncu topu ələ keçirdi. 77 nömrəli oyuncuya pas atdı və birbaşa qapıya doğru zərbə idi. Bu yoxsa pas idi. Heç mən də aydınlaşdıra bilmədim. Amma bir şey dəqiq ki, top qapıdan xeyli kənar keçir. Pas qeyri-dəqiq idi burada. Pas qeyri-dəqiq idi və hal-hazırda görək qapıcı. Mən də sol cinah kameradan baxanda tamamilə boşdur. Amma qapıcı buna baxmayaraq sağ cinahla oynamağa qərar verdi və Black Eagle komandası qapıdan gedən topu ələ keçirmişdilər. Hal-hazırda oyun davam edir. Top Narıncı komandalardadır. Deyirdim ki, topu itirdilər. İndi görək, pasla oynayırlar. Ümumiyyətlə, o sağ cinah çox qüvvətli. Burada 77 nömrəli oyuncu topu geri qaytarır 21 nömrəli oyuncuya və geriyə təzədən paslaşırlar və 77 nömrəli oyuncudan qapıya dəqiq zərbə idi. Lakin top qapıcı topu saxlaya bilirdi burada. Hal-hazırda küncdən zərbə başlanılacaq. Görək küncdən zərbə necə olacaq. Xeyr, bu dəfə mən pasla başlanması gözləyirdim. Burada qol ola bilərdi. Başla zərbə yerinə yetirilə bilərdi. Lakin oyuncunun boyu çatmadı, biraz da tullansaydı. Hücum ölməyib hal-hazırda. 7 nömrəli oyuncu pas atdı 77 nömrəli oyuncuya. 21 nömrəli oyuncu topu ələ keçirdi və biraz geriyə doğru pas atır. Boşda olan oyuncuları görmək istəyirlər. Hal-hazırda topu itirdi 5 nömrəli oyuncu. İtirdi deyirdim ki, yenidən geri qazandı. O mərkəzə doğru atmaq istədi, lakin alınmadı. Görək, top hal-hazırda 5 nömrəli oyuncudadır və burada havadan paslaşırlar. 77 nömrəli oyuncu geriyə doğru pas atdı. 33 nömrəli oyuncu görək, hal-hazırda 21 nömrəli oyuncu ilə paslaşır. Təzədən 33 nömrə. 33 nömrə artıq qapıya vur. Burada 2 nəfəri aldatdı. Qapıya doğru zərbə və top qapının dirəyinə dəyir. Üst tüküncüdən dəyir, üzr istəyirəm. Hal-hazırda təzədən qapıya doğru zərbə, lakin top qapının üstündən keçir. Hakim hal-hazırda oyuncu dəyişikliyi üçün vaxtın tamam olduğunu bildirir. Narıncı komandada oyuncu dəyişikliyi olduğu kimi Black Eagle komandasında da oyuncu dəyişikliyi hal-hazırda icra olunur. Igina adlı oyuncu oyuna girir və nömrəsi olmayan oyuncu oyundan çıxır. Təbrik edirik. Hal-hazırda oyuncu dəyişikliyinin bitdiyini bildirilir. Bitdiyini bildirən fit səsi çalınır. Pasla oynuyorlar. Niyəsə kameradan baxanda sol cinah həmişə boş olur, lakin qapıcı ora atmaqdan həmişə imtina edir. Görək, hal-hazırda sol cinahdan Narıncı komandanın hücumunu görürük, lakin buna imkan vermir Black Eagle komandası. Topu hal-hazırda cərimə zərbəsinin müəllifi olan oyuncu idi, səhv bilmirəmsə. 21 nömrəli oyuncu. Burada topu saxlayan, top uğrunda mübarizə gedir. 5 nömrəli oyuncu hazırda topu ələ keçirib 30 nömrəli oyuncuya pas göndərildi. Burada 19 nömrəli oyuncu topu xeyli hündürə atdı. Yəni məhəllə futbolunda buna deyirlər ki, quş vurmaq. Gedib ağacın başında dayanan quşa bir zərbə vurmaq, belə deyək. Və nəhayət qapıcı artıq sol kameradan baxanda sol künclə oyuna başlanıldı. Kamera rakursu ilə və bir oyuncunu keçdi, 2 oyuncunu keçdi və irəliyə doğru qəşəng bir zərbə endirildi. Axıra qədər davam elə, lakin burada korpus girdi.
Black Eagle komandasının oyuncusu və zərbəyə imkan vermədim. Allah, birinci oyuncusunun qəşəng bir formada keçdi. 77 nömrəli oyuncusu ilə oynadı. Lakin narıncı komandanın müdafiəsi buna imkan vermədi 77 nömrəli oyuncuya. Lakin buna baxmayaraq top yenidən qazanıldı. 19 nömrəli oyuncu qapıya doğru zərbə və qol. 19 nömrəli oyuncunu təbrik edirik. Bir dənə adlarda bilsəydim və hal-hazırda təzədən Black Eagle komandası tərəfindən yer dəyişmə olunur. Bu baş məşqçi idi, Asiman bəy, səhvləmirəmsə. Bəli, Asiman bəyin özü oyuna girir hal-hazırda. Baş məşqçinin özü oyuna girir. Daha əvvəl Black Eagle komandasının oyununu çəkirdim. Yəni birinci dəfədir gördüm daha doğrusu. Hal-hazırda narıncı komanda oyuna başlayır. Aha. Oy, burada çok Çin'le başlanıldı. Görək, hal-hazırda narıncı komanda topu itirir. 21 nömrəli oyuncu Agildir, səhvləmirəmsə. İrəliyə doğru pas. 19 nömrəli oyuncu topu ələ keçirdi. Qapıya doğru zərbə endirmədi. Bu yenidən pas attı, görək. 77 nömrəli oyuncuya səhvləmirəmsə atmaq istəyirdi. 21 nömrəli oyuncu topa çata bilmədi və narıncı komanda hal-hazırda topu ələ keçirmişdi ki, İrina bayaq oyuna girən oyuncu topu ələ keçirdi. 30 nömrəli oyuncudan birbaşa qapıya doğru zərbə. Lakin top qapının xeyli üstündən keçir. Burada Yanxat hakimi də kefi kökdür. Oyuna gəlməkdən böyük bir həzz. Burada evdəkilər baxmaz axı bu videoya. Baxsaydı göndərərdən salamı. Orada mübarizə getdi və Yanxat hakimi topun Black Eagle komandası tərəfindən çıxdığını bildirir. Zöfər Yanxat hakimi otel şəbəkəsində işləyir və boş vaxtlarında Zaurun komandasında Yanxat hakimi kimi işləyir. Çox maraqlı bir adamdır və hal-hazırda yenidən Black Eagle komandasının hücumunu görürük. 21 nömrəli oyuncu topu saxlayıb qapıya endirə bilər, lakin biraz gecikdi. 77 nömrəli oyuncu görək qapıya doğru zərbə endirəcəkmi? Xeyr, müdafiəçilər qoymadı. 8 nömrəli oyuncu topu az qala elə keçirirdi ki, narıncı komandanın oyuncusu buna imkan vermir. Və hal-hazırda narıncı komanda bir oyuncunu keçdi, lakin 77 nömrəli oyuncu ona keçməyə imkan vermir. 5 nömrəli oyuncu içəri doğru pas atdı. Yəni 77 nömrəli oyuncu topu hər bir halda ələ keçirir. 21 nömrəli oyuncu ilə oynadı, lakin topu əllərində saxlaya bilmədilər. Hal-hazırda başla zərbə. 21 nömrəli oyuncu görək. Burada top uğruna mübarizə aparır, lakin ələ keçirə bilmədi. Aha, burada narıncı komanda oyuncusu Anar deyil. Anar çıxıb oyundan deyirsən. Və burada irəliyə doğru əgər sürət çatsa, çatdıra bilər. Lakin dayandı. Aha, burada Anar topa çatmaq istədi. Burada yanından 7 nömrəli oyuncu narıncı komandaya imkan vermədi ki, topa yaxınlaşsın. Və hal-hazırda Black Eagle komandasının oyununu görürük. 33 nömrəli oyuncu ilə paslaşdılar və 21 nömrəli oyuncudur bu səhvləmirəmsə. 77 nömrəli oyuncuya pas atdı, görək pas dəqiq alınacaqmı? Bəli, pas dəqiq alındı, lakin 77 nömrəli oyuncu müdafiədən keçə bilmədi. Narıncı komanda topu irəliyə doğru göndərir və bu pas qeyri-dəqiq pas idi. Az da 7 nömrəli oyuncu Rəşad oyuna başlayır. 21 nömrəli oyuncu ilə paslaşır. 19 nömrəli oyuncu, təzədən 21 nömrəli oyuncu ilə paslaşır. Bəli, burada baş məşqçi Asiman bəyə pas ötürüldü. 21 nömrəli oyuncu Rəşad 7 nömrəli oyuncu ilə oynayır. Burada Asiman bəy topu irəliyə doğru atdı. İrəlidəki oyuncuya, lakin pas qeyri-dəqiq alınır. 7 nömrəli oyuncu Rəşad və topu ələ keçirdi. Və hal-hazırda geriyə
geriyə qapısı ilə oynadılar. Black Eagle komandası 4 nömrəli oyuncu geriyə doğru. Qapıçının da nömrəsində 4 imiş. Yox. 4 değilmiş. Görək hal-hazırda 33 nömrəli oyuncu topu ələ keçirir. İrəliyə doğru atdı. Orada həmin oyuncunun nömrəsi yox idi. O içəriyə doğru pas atmaq istədi, lakin qapıcı topu ələ keçirdi. Qapıcı topu mərkəzə göndərdi. Black Eagle komandası topu belə deyim, hal-hazırda topa nəzarət edir. Burada 33 nömrəli oyuncu görək. Pas attı. 21 nömrəli oyuncu burada yerə yıxıldı. Və hal-hazırda Narıncı komanda yerlə paslaşırlar və burada irəliyə doğru pas ötürdü hücum üçün, lakin artıq bütün Black Eagle komandası demək olar ki geri gəldi və təhlükə sovuşduruldu. Narıncı komandanın yarada biləcəyi bütün təhlükə sovuşduruldu. Hal-hazırda Narıncı komandanın hücumunu görürük. Sol cinatdan görək qapıya doğru zərbə, lakin qapıcı burada topu tutur və müdafiəçilər uzaqlaşdırır topu. Hal-hazırda top Black Eagle komandasının nəzarətindədir. Və meydançanın sağ cinahından hücum görə bilərik. Hal-hazırda topu mərkəzdən oynayırlar. 21 nömrəli oyuncu topu qəbul edir. 77 nömrəli oyuncu boşdur. Ona havadan pas ötürüldü. Hal-hazırda görək 77 nömrəli oyuncu topu itirdi. Topu itirmədi. Yenidən ələ keçirdi. 21 nömrəli oyuncu ilə paslaşır. Görək Aysiman bəyə pas ötürüldü. 77 nömrəli oyuncu da pas atdı. 19 nömrəli oyuncu burada 21 nömrəli oyuncu deyəsən oyununu zədələdi və hakim burada heç bir qayda pozuntusu olmadığını bildirir. Lakin oyuncu zədələnib deyə oyunu saxladılar. Burada 21 nömrəli oyuncu yerdən sürüşərək topu ələ keçirmək istəyəndə Narıncı komanda oyuncusunu zədələdi. İnşallah ki yaxşıdır. Hal-hazırda hakim maraqlanır. Hakim qorçuluyur. Və oyuna davam edə bilinməyəcəyi yoxlanılır. Bu mənim iş yoldaşım Anardır zədələnir. 17 nömrəli şortkenlər yazılıb. Oyuna davam edə biləcək burada. Hal-hazırda top Black Eagle komandasında 33 nömrəli oyuncudadır və 33 nömrəli oyuncu 19 nömrəli oyuncuya pas atırdı ki, lakin pas müdafiəçilər tərəfindən kəsildi. 21 nömrəli oyuncu hal-hazırda Aysiman bəyə ötürdü. Burada 33 nömrəli oyuncu topu qəbul elədi və 4 nömrəli oyuncuya atdı. Biraz geriyə doğru. 4 nömrəli oyuncu irəliyə doğru Aysiman bəyə atdı, lakin top yenidən belə deyim, hədəfinə gedib çatmadı. Hal-hazırda Narıncı komanda ilə top uğrunda mübarizə gedir. Yerlə pas 33 nömrəli oyuncu pası geri dəqiq Narıncı komandaya atdı. Hal-hazırda Narıncı komandanın hücumunu görürük. Sürəti çata bilərmi? Bəli, hal-hazırda topu Narıncı komanda görə mərkəzə doğru atacaqmı? Xeyr, topu dayandırdı. Pas atdı, lakin pas geri dəqiq alınır. Pasdan gedən zərbə Black Eagle komandasına dəyir. Yenidən pas atdı və pas boşuna ötürülmüşdü elə bil. 21 nömrəli oyuncu topu qəbul edir. Və görək, o mərkəzə doğru atır. Təzən 21 nömrəli oyuncu topu qəbul edir və 77 nömrəli oyuncuya atır. 77 nömrəli oyuncuya görək hal-hazırda nə edəcək? Pas 21 nömrəli oyuncu ilə pas oynayır. Və görək 21 nömrəli oyuncu qapıya doğru zərbə indirəcəkmi? Bəli, qapıya doğru zərbə indirdi, lakin top qapının yanından keçir. Və hal-hazırda qapıcı başlayır. 77 və 19 nömrəli hücumçular qapı qarşısında təhlükə yaradır deyə qapıya doğru zərbə qapıdan mərkəzə doğru zərbə indirildi. 33 nömrəli oyuncu 2 dənə oyunçunu keçdi. Hal-hazırda 3-cü oyunu keçdi. Oyunçunu keçdi. 19 nömrəliyə pas ötürmək istədi. Top 77 nömrədədir. Qapıya doğru pas və burada top oyuncuya dəyib qapıya gedir. Çox heyf. Qapıcı burada çaşdı və Narıncı komandanın oyuncusu topun istiqamətini dəyişdi. Yəni də gözəl bir qol idi, baxımlı bir qol idi. Təbrik edirik Black Eagle komandasına. Hal-hazırda səhv eləmirəmsə 2 qol vurulub. Bəlkə də 3 qol.
gol. Hatırlamıram. Görək hal-hazırda Narıncı komanda irəliyə doğru pas at. Burada Anar topu qəbul edib gedib doldura bilərdi. Lakin eləmədi. Burada Narıncı komandanın oyuncusu hücumda yıxıldı. Zərbə vurandan sonra Asiman bəydədir top hal-hazırda. 7 nömrəli oyuncu ilə paslaşır. 7 nömrəli oyuncu, 7 nömrəli oyuncu 77 nömrəli oyuncuya göndərir. Görək topa çata biləcəkmi? Müdafiəçi topu oyundan çıxmağa qoymadı, lakin topu itirdi. Və Narıncı komanda hal-hazırda topun çıxmasını istəyirdi, lakin olmadı. Və burada canlı qoydu oyunu. 77 nömrəli oyuncu. Topun ümumiyyətlə oyundan çıxartdı və mərkəzə doğru getməsinə imkan vermədi. Hal-hazırda out başlayır Narıncı komanda oyuncusu. 19 nömrəli oyuncu çox güclü pressing edir burada. Görək, hal-hazırda 21 nömrəli oyuncu topu hələ keçirmək üzrədir. Lakin hava ilə pas atdı. 5 nömrəli oyuncuya görə 5 nömrəli oyuncu topu saxlayıb hücuma doğru gedəcəkmi? Burada nömrəsiz bir oyuncuya pas atdırıldı. Və oradan bir müdafiəçidən keçdi. Hakim burada. Burada Yanxat hakim bayrağını qaldırsa da baş hakim heç bir qayda pozuntusu olmadığını bildirir. Aha, baxaq. Narıncı komanda oyuncusu istiqaməti göstərdi ki, bəs bura pas atacağım, lakin bu bir çaşdırma idi və ora pas atmadı. Görək Narıncı komandadan pas atmaq istədi, lakin Asman bəy buna imkan vermədi. Lakin top yenə Narıncı komandanın nəzarətindədir. Narıncı komanda pas ötürdü. Və burada qabaqda Anar var idi Narıncı komandadan. Top ona gedə bilərdi. Lakin getsə də offside olacaqdı. Yenə də müdafiəçilər buna imkan vermədi. Top hal-hazırda topun kimdən çıxdığı müzakirə olunur. Hakim deyəsən topun Black Eagle komandası oyuncular tərəfindən başlanılmalı olduğunu bildirir. Müdafiə ilə gedirlər. Burada hava ilə irəliyə doğru zərbə və orada heç bir Black Eagle komanda oyuncusu yox idi. 33 nömrəli oyuncu topu irəli göndərir. Burada 19 nömrəli oyuncu nömrəsiz oyuncu ilə paslaşır və burada 19 nömrəli oyuncu təhlükəli vəziyyət yarada bilərdi. Hazır top yenidən Black Eagle komandasındadır. 77 nömrəli oyuncu qapıya doğru zərbə vuracaqmı? Xeyr, pas atdı və burada nömrəsiz oyuncu qapıya doğru zərbə endirmək istədi, lakin və gol, təbrik edirik. Black Eagle komandası tərəfindən artıq 3-cü qoldur bu səhv eləmirəmsə. Və hakim bu qoldan sonra birinci taymin bitdiyini bildirir. Təbrik edirik Black Eagle komandasını. Çox qətiyyətli oyun göstərir, çox maraqlı oyun göstərir. İnşallah yay çempionatına da qoşularlar. Hal-hazırda ikinci time başlayır. Ama birinci time 3-0 idi, 2-0. 4-0. Ha, 4-0'ymış birinci time. Aha. Qapılar dəyişdi. Hazırda Black Eagle komandası paslaşırlar. Yer gəlmişkən Black Eagle komandası oyuncu axtarır. Oyuncu axtarırdı o gün Zaur'un elanlarından gördüm. Oyuncuları yoxlanılıb alınacaq. Eğer kimsə güvənirsə o baş məqsədi Asiman bəyə bildirə bilərlər. Həmin komandada oynamaq üçün. Hal-hazırda Black Eagle komandasının hücumunu görürük. 19 nömrəli oyuncudur bu səhv eləmirəmsə. Artıq oyuncular koftalarını dəyişiblər deyə. Deyə bilmirəm. 42 nömrəli oyuncu. Nömrəsiz oyuncu ilə paslaşır və burada lakin nömrəsiz oyuncu topu saxlaya bilmir və top ondan çıxır. Hal-hazırda top qapıdan başlayacaq.
Burada top qapıdan çox kobuddur və qapıçının çox kobud səhvi burada görürük. Qapıçı hal-hazırda başlayır. Yenə də burada 42 nömrəli oyuncu topu ələ keçirdi və burada neçə nömrəli oyuncudur bu? 21 nömrəli oyuncu topu qapıya indirdi, topu qapıya göndərdi, lakin müdafiəçiyə dəydi. Burada hal-hazırda qapıya doğru zərbə və gol. 5-0. Oyuncunun açıqdan da bilmirəm heç. Amma qəşəng bir müdafiəsini keçdi və qapıya doğru zərbə endirdi. Olan işdir. Tez-tez futbol oynamaq lazımdır. Narıncı komanda pərakəndə olduğu üçün, Narıncı komanda pərakəndə yığılan oyuncular olduğu üçün demək olar ki 11-11 oynamıyorlar. 11-11'in aurasını indi görürlər. 11-11 çox maraqlıdır. Çox adamı yorur. Ümumiyyətlə 11-11 oynadıqdan sonra adam heç 6-6-ya asfarda oynamaq istəmir. Real potensialı nəsə burada ortaya çıxara bilirsə, amma asfarda olan şərait olmur. Və hal-hazırda 33 nömrəli oyuncu topu ələ keçirdi. 19 nömrəli oyuncuya pas ötürdü səhv eləmirəmsə. Bu 19 nömrəli oyuncuydu. Hal-hazırda top uğrundan mübarizə gedir. 77 nömrəli oyuncu ilə Narıncı komanda oyuncusu arasında. Narıncı komanda oyuncusu qalib oldu. Hal-hazırda 21 nömrəli oyuncunda keçdi. Narıncı komanda hal-hazırda məni təəccübləndirərək qəşəng paslaşırlar. Lakin gözləydi. 7 nömrəli oyuncusu bunun belə olmasına imkan vermədi. O 7 nömrəli oyuncu burada çox pis yıxıldı. Lakin hakim yenə də heç bir qayda pozuntusu olduğunu bilmədi. Narıncı komanda qapı ilə oynadı. Qapıcı irəliyə doğru göndərdi və təzə nömrəsiz oyuncu topu ələ keçirmişdi ki, itirdi. Topu ayağında saxlamağa heç 2 saniyə çəkmədi. Narıncı komanda birbaşa irəliyə doğru pas, lakin Narıncı komanda oyuncusunun nəfəsi çatmadı. Az da nömrəsiz oyuncu adı Rəsuluymuş. 33 nömrəli oyuncuya pas atdı. Görək hal-hazırda qapıya doğru zərbə alınmadı. 21 nömrəli oyuncu və 19 nömrəli oyuncu qapıya doğru zərbə və gol. 19 nömrəli oyuncu 2 zərbə ilə ona gələn topu qapıya göndərdi. Komandasını xal hesabında qabağa saldı. Təbrik edirik Black Eagle komandasını. Narıncı komandaya həvəsdən düşməməyə məsləhət görürük. Narıncı komanda irəliyə doğru pas qəşəng düşünülmüşdü, lakin kobud çıxsa da deyəcəm, Narıncı komandada o gözəl pası bitirəcək oyuncu yoxdur hal-hazırda. O gözəl pası qolla tazlandıra biləcək oyuncu bəlkə də var, lakin hal-hazırda mən sezə bilmirəm. Görək burada 33 nömrəli oyuncu pas atdı. Burada Rəsul nəhayət adını öyrəndik. Rəsul topu itirməsin, lakin itirdi və top müdafiəçidən çıxdı. Hal-hazırda altdan başlayacaq Rəsul. 42 nömrəli oyuncu yaxınlaşdı ki, mənimlə oyna. Və hal-hazırda topu 42 nömrəli oyuncu başlayacaq. Və burada birbaşa demək olar ki, Narıncı komandasının oyuncusuna göndərdi. Hal-hazırda başdan zərbə, geriyə oyuncu, başdan pas daha doğrusu. 24 nömrəli oyuncu top uğrunda mübarizə aparır, diqqətli mübarizə aparır. Hakim burada arkadan korpus olduğunu bildirir. Yox, hakim burada Narıncı komanda oyuncusuna qarşı qayda pozuntusu olduğunu bildirir və hal-hazırda cərimə zərbəsi başlanılır. Pasla başlanıldı.
Geriye doğru pas atıldı. Aha. Burada Narıncı komanda oyuncusunun pası geridə qaldı. 33 nömrəli oyuncu topa hücum eləyir. Topa elə keçirdi. Qapıya doğru zərbə endirəcəkmi, yoxsa mərkəzə doğru pas atacaq? Mərkəzə doğru pas atmağı seçdi. Lakin müdafiəçilər həmin pasın qarşısını kəsdi və hal-hazırda küncdən zərbə başlanılacaq. Black Eagle komandası tərəfindən 33 nömrəli oyuncu 77 nömrəli oyuncu yaxınlaşır ki, mənə pasla oynaya bilərsə. 33 nömrəli oyuncu topu içəriyə doğru göndərir. 21 nömrəli oyuncu topu qəbul elədi. Burada Narıncı komanda oyuncusu irəliyə doğru getmək istədi, lakin onun qarşıda heç bir komanda yoldaşı yox idi. Onunla bərabər qaça biləcək. Pas atmağı oyuncu axtarır, geriyə doğru pas atdı. Hal-hazırda Narıncı komanda irəliyə doğru gedir. Lakin 7 nömrəli oyuncu 7 nömrəli oyuncu bayaqda olduğu kimi Narıncı komandanın irəliləməsinə imkan vermir. Öz mövqeyini çox yaxşı qoruyur. Və müdafiəçilər, Narıncı komandanın müdafiəçiləri 7 nömrəli daha çox irəliləməsinə imkan vermir. Hal-hazırda Narıncı komanda müdafiəçiləri paslaşırlar. Görək topu itirmədən paslaşa biliblər hal-hazırda. Görək. Hal-hazırda yaxşı addımlayırlar. 7 nömrəli oyuncu qabaqlarını kəsməyib, belə deyim. Burada Anar topu itirdi. Burada Rəsul topu qəbul eləyir və irəli 42 nömrəli oyuncu atır. Görək müdafiəsi qabağını ala biləcəkmi? Xeyr, ala bilmədi və burada qapı boş qalmışdı. Müdafiəçinin ayaq sayıqlığı nəticəsində top uzaqlaşdırıldı. Hal-hazırda küncdən zərbə başlandı. Black Eagle komandası tərəfindən. Artıq ikinci hissə. Hal-hazırda ikinci hissəni izləyirik. Burada Rəsulla oynanıldı. Görək Rəsul irəliyə doğru gedir. 77 nömrəli oyuncu hücumu tamamlaya bilər. 5 nömrəli oyuncu qapıya doğru zərbə endirir, lakin top qapıdan yan keçir. Görək, hal-hazırda Narıncı komandanın qapıçısı pasla başlayır. Burada irəliyə doğru pas atılır. Görək, burada pasın dəqiq alınma ehtimalı çox azdır və bəli, burada Narıncı komandanın oyuncusu sürətlə heyf başladı. Heyf sürətlə irəliyə doğru gedə bilmədi. Və hal-hazırda topu hava ilə topu pas atdı, lakin yan xətt hakimi burada offside olduğunu bildirir. Və oyuncu dəyişikliyinə 5 dəqiqə qalındığı hakim tərəfindən bildirilir. Black Eagle komandası sol cinahdan hücuma keçir. 19 nömrəli oyuncu topu qəbul edir. 77 nömrəli oyuncuya doğru pas. 77 nömrəli oyuncu qapıya doğru zərbə endirir, lakin qapıcı burada topu saxlayır. Burada Narıncı komanda oyuncusu yıxılır. Aha. Hakim burada əlini cibinə atanda elə bildim ki, sarı kart verəcək kimsə. Amma vermədi. Görək. Burada Rəsul irəliyə doğru ilerləmişdi ki, ona pas verilsin, lakin Narıncı komanda buna şərait yaratmadı. 24 nömrəli oyuncu 7 nömrəli oyuncuya pas verir, 7 nömrəli oyuncu irəliyir. 7 nömrəli oyuncu topu itirmədi, lakin irəliyə doğru pas atır.
Və bəli, burada 21 nömrəli oyuncu topu qəbul edəcəkdir ki, demirəm. 19 nömrəli oyuncudur bu səhv eləmirəmsə. Qapıya doğru zərbə. Bəzən özüm də çaşdırıram ki, artıq top kimdədir. Qapıcı müdafiəçi ilə başlayır qapıcı. Və müdafiəçi burada biraz çox uzatdı elə bil və hava ilə pas atır və pas dəqiq alınır. Dəqiq alınır, geriyə doğru pas. Və burada 19 nömrəli oyun 19 ya 77 çaşdırıram. Buna imkan vermir. Qapıya doğru zərbə və gol. Qapıya doğru zərbə və gol. Burada biraz ofsaytdır mı yoxsa yox müzakirəsi aparılır. Lakin Yanxət hakimi bayrağını qaldırmayıb. Black Eagle komandasını təbrik edirik. O böyük hesablı qələbəsinə görə. Müdafiəçilər hal-hazırda 77 nömrəli oyuncu çox çətinlik yaşadır Narıncı komandaya. Maşallah. Black Eagle komandası doğrudan da qartal kimi işıqlayır. Rəsul hal-hazırda topu elə keçirdi, lakin müdafiəçi ona biraz problem yaşadır. Lakin keçdi. Təbrik edirik özdə, qəşəng bir formatda keçdi. Görək hal-hazırda mərkəzə doğru mu göndərəcək? Xeyr, qapıya doğru zərbə endirmək istədi. Top qapı setkasını dəyir və hal-hazırda hakim yer dəyişmə vaxtının olduğunu bildirir. Narıncı komanda son 15 dəqiqədə deyəsən qol vurmaq istəyir. Lakin geri dəqiq alınır və 24 nömrəli müdafiəçi buna imkan vermir. 8 nömrəli oyuncu. Burada müdafiəçilər qoymadı Black Eagle komandasının irəliləməyinə. 24 nömrəli oyuncu ilə burada top uğrunda mübarizə gedir. 21 nömrəli oyuncu topa ələ keçirmək istəyirdi. Hal-hazırda topa qaçır. Lakin Narıncı komanda oyuncuları çox qəşəng dribling eləyirlər. Ancaq dribling eləyirlər, qol vurmurlar. Aha. Hal-hazırda qəşəng, çox sürətlə qaçır Black Eagle komandasının oyuncusu. Burada həqiqətən çox sürətli oyuncudur bu. Və bəli, burada Rəsul qol vurdu. Təbrik edirik. Bütün demək olar bütün əziyyəti bayaqki sürətli oyuncu çəkdi, son qolu hətta qapıcını da keçmişdi. Topu Rəsula ötürdü, Rəsul da qol vurdu. Onu təbrik edirik. Narıncı komanda hal-hazırda qapıya doğru zərbə endirdi uzaqdan. Boşunaydı. 21 nömrəli oyuncu topu qəbul elədi və 24 nömrəli oyuncuya göndərir.
Görək narıncı komanda hal-hazırda topu kontrol edir. İrəliyə doğru pas. Son dəqiqələrdə görək gol ola biləcəkmi? Müdafiəsini keçdi, lakin 8 nömrəli oyuncusu daha çox irəliləməsinə imkan vermir. 21 nömrəli oyuncu da top hal-hazırda. 21 nömrəli oyuncu Rəsul, yox, Rəsul deyildi bu. Səyid, o xəttdə bayaqki sürətli oyunçunun adı Səyid imiş. Səyid birbaşa Rəsula doğru pas atmaq istədi. Sağ cinahlı müdafiəçisi, lakin top çatdırıla bilmir. Hal-hazırda görək topa çata biləcəkmi? Bəli, möhtəşəm şəkildə topu qəbul elədi Rəsul. Rəsul mərkəzə doğru pas ötürür. Və burada Asman baş məqsədi oyuna girir. Fikir verməmişəm. Anar hal-hazırda narıncı komandada irəliyə doğru pas atdı, lakin həmin o oyuncunun sürəti çata bilməzdi buna. Çatdırmadı. Hal-hazırda komandanın müdafiədir. Asiman bəydədir top hal-hazırda. Rəsul topu qəbul eləyir. Rəsul top Rəsuldan çıxır. Yox, çıxırmış. Burada cərmə zərbəsi var imiş. Burada narıncı komandadadır top hal-hazırda. İrəliyə doğru pas. 21 nömrəli oyuncu topu qəbul edirdi. Lakin burada qayda pozuntusu olduğunu bildirdi. 77 nömrəli oyuncu topun arxasıyla qaçmadı. Maşallah. Oy, daha çok. 21 nömrəli oyuncu topu irəli ötürdü. Səyid idi, səhv eləmirəmsə bu oyuncunun adı. İrəli qapıya doğru pas, lakin top qapını dirəyə dəyib. Keçir. Çox təhlükəli bir zərbə idi bu. Sakit gələn təhlükə. Narıncı komanda elə biraz həvəsdən düşübdü. Lakin oynayırlar. Normallar böyük hesablı məğlubiyyətlərdə mənim gördüyüm komandalar həvəssiz oynayırlar. Bəzən elə oyuncular olur ki, gedir oyundan imtina edir. Narıncı komanda ama bunu eləmir. Sona qədər mübarizə aparır və bunu da inşallah bəhrəsini görüb ən azından bir gol vurarlar. Və burada irəliyə doğru pas. Birbaşa irəliyə doğru pas atsaydı, o pası tamamlaya biləcək oyuncu var idi. Zamendən çıxan hücumçu Anar. Aha. Ha, yuxum gəldi. Burada oyuncular hakimin fiti çalınmamış, oyun dayandırılmamalıdır. Oyuncular biraz dayandılar ki oyuncunun eline deyip top. 8 nömrəli oyuncu Asiman Bəy. Pas ver, pas ver. İrəliyə doğru pas göndərməlidir, lakin gedişir narıncı komandanın oyuncusu. Top ayağına düşən kimi gərək pas göndərməli idilər. Bu uzaqdan baxanda demək qapıya doğru zərbə. Belə bir şey var ki, o stadionda olanda həmin o beyin analiz edə bilmir. Amma yuxarıdan baxanda hər şey çox rahat bir şəkildə deyilir. İndi hal-hazırda narıncı komandanın hücumunu gördük. Qapıya doğru zərbə. Aha. Burada uzaqdan belə deyim, danışmaq rahatdır. Həqiqətən buradan baxanda hə pas verməlidir demək rahatdır, lakin oyunun içində olanda çox çətindir. Onu icra eləmək, onu fikirləşmək. Asiman Bəy hal-hazırda Səyid idi, Səyidi ötürdü. Lakin Səyid topu itirdi. Hal-hazırda narıncı komanda çox qəşəng dribling eləyir narıncı komandada bu oyuncusu. İrəliyə doğru pas attı Anara, lakin Anar biraz geridəydi. Aha. 24 nömrəli oyuncu
pas attı. Təzən topu ələ keçirmək istədi, lakin alınmadı. Asiman bəy topu tutdu. 24 nömrəli oyuncuya atmaq istədi. Yenə də alınmadı. Yenə Səid topu ələ keçirir. Burada top uğrunda mübarizə gedir hal-hazırda. 24 nömrəli oyuncu. Burada biraz keçib qol vurmaq istədi, lakin alınmadı. Baxaq. Hal-hazırda Black Eagle komandasının qapıçısı irəliyə doğru keçib. Üstdən zərbə. 21 nömrəli oyuncu başlayır və burada qapıçı ilə Black Eagle komandasının oyuncusu 24 nömrəli oyuncusu toqquşdu. Hal-hazırda müdafiədə heç kim yoxdur Black Eagle komandası tərəfindən, deyirdim ki, həmən dəqiq keçdilər. Və də narıncı komanda biraz Black Eagle komandasına təhlükə yarada biləcək komanda deyil hal-hazırda. Burada keçdilər. Lakin 42 nömrəli oyuncu topu ələ keçirdi. 21 nömrəli oyuncu sürətli bir şəkildə irəliləyir. Görək, pas atdı. Pas attı hal-hazırda. 24 nömrəli oyuncu, 21 nömrəli oyuncu ilə oynayır. 21 nömrəli oyuncu. Və burada Rəsul topu ələ keçirir. Və bəli, peşəkar bir zərbə ilə keçdi, lakin sol ayaqla o qədər də düzgün zərbə vura bilmədi. Çox təəssüf ki, qabağı da boş idi, geçə şəraiti var idi, alınmadı. Asiman bəy hal-hazırda 8 nömrəli oyuncusu narıncı komanda oyuncusunu keçdi. Lakin hakim burada ayağı zərbə qayda pozuntusu olduğunu bildirir. Rəsul başlayır, pasla başlayır. Burada 24 nömrəli oyuncusu keçdi və qapıya doğru çox pis zərbə idi bu. Ən azından saxlayıb, çəkib elə qol vura bilərdi deyə düşünürdü. O futboldur bu, olan işdir. Hal-hazırda narıncı komanda oyuncusu sürətlə irəliləyir. Anar burada narıncı komandadan. Anar irəliyə doğru pas atır. Görək sürəti çatdıra biləcəkmi? Xeyr, burada narıncı komanda hücumçusu sürəti çatmadı və qapıcı topu ələ keçirdi. Hal-hazırda narıncı komanda topu ələ keçirir. Görək. Heyf, qapıya zərbə əvəzinə pas göndərməyi seçdi. Black Eagle komandasının müdafiəsi qarşısında veriləcək ən yanlış qərar idi. İrəliyə doğru pas narıncı komandasına və hal-hazırda narıncı komandanın hücumunu izləyirik. Görək son dəqiqələrdə. İrəliyə doğru pas və bəli, qol. Möhtəşəm bir qol. O qədər də möhtəşəm deməyək, amma gözəl bir qol idi. Hakim burada offside. Offside bayrağını qaldırır. Lakin baş hakim offside-i ləğv eləyir və qol olduğunu bildirir. Nə gözəl. Ən azından əziyyət çəkib qol vurublar. Əziyyət çəkib qol vurublar. Yəni prinsip oyunu deyil ki, ləğv eləsin. Aha. Görək. Burada 77 nömrəli oyuncu Səid 21 nömrəli oyuncu ilə hal-hazırda paslaşır. Yox, paslaşmırlar. 21 nömrəli oyuncu 19 nömrəli oyuncuya pas atdı və çox qəşəng pas idi bu. Topu düzgün deməyin biraz səhv olar. Topu daha yaxşı qəbul eləsəydi, pas qapıya doğru dəqiq zərbə endirə bilərdi. Az da 42 nömrəli oyuncu yaxınlaşır. Bu 42 nömrəli oyuncu daha çox müdafiədə otururdu. Yəqin oyunun son dəqiqələri deyək, hücuma keçmək istəyir. 21 nömrəli oyuncu. Görək. Pas attı geriyə doğru.
77 nömrəli oyunçu Səyid özü davam eləmək istədi, lakin Narıncı komanda müdafiəçisi topu ilə keçirir. Görək 24 nömrəli oyunçu Narıncı komandanın irəliləməsinə imkan vermir. Narıncı komandanın hücumunu ən çox saxlayan 7 nömrəli oyunçuydu. Hal-hazırda onu elə çox aktiv görmürük, o daha çox hücumdadır. Geriyə doğru Qapçı ilə pas. Qapçı 42 nömrəli oyuncuya topu göndərəcək. 42 nömrəli oyuncu da Rəsula göndərsə daha məsləhətlidir, çünki hal-hazırda o boşdur. Və bəli, burada topa çatmadı. Biraz daha yüksək güclü zərbə indirdi topa. Görək Narıncı komanda burada. Narıncı komandanın hücumçusuna Anar Narıncı komandadan. Çox kobud bir pas idi. Və görək Narıncı komandadan qapıya doğru zərbə. Lakin müdafiəçilər bu zərbənin qarşısını kəsirlər. Hal-hazırda küncdən zərbə olacaq. Küncdən zərbə Narıncı komanda tərəfindən. Böyük hesablı qələbə olsa da bu oyunun maraqlı oyunuydu. Doğrudan maraqlı oyunuydu. Mənim çox xoşuma gəldi. Bir dərs nitəliyində bir oyunuydu. Hakim burada bayrağını qaldırır. Bəzən elə oyunlar olur ki, hal-hazırda Rəsul sürətlə davam edir. Görək özü tək gol vura biləcəkmi? Və bəli, burada gol vura bildi yoxsa bilmədim, mən uzaqdan görə bilmədim. Çox qəşəng irəliləmişdi özü mərkəzdən. Aha, bayaq sözüm yarımçıq qaldı. Bəzən böyük hesablı oyunlarda komandalar oynamaq istəmir. Bu zaman oyun maraqsız olmur. Böyük hesab olsa belə. Akrobatik zərbə ilə qol vurmaq istədi, lakin alınmadı. Hal-hazırda Narıncı komanda oyuncusu topu uzaqlaşdırmalıdır burada. Lakin Səyiddir bu. Xeyr, Səyid deyil. 24 nömrəli oyuncu 19 nömrəli oyuncu ilə oynayır. 19 nömrəli oyuncu qapıya doğru zərbə indirdi. Lakin qapıcı topu tutdu. Hal-hazırda 4 nömrəli oyuncu topu qəbul edəcək. 21 nömrəli oyuncu ilə oynayır. 21 nömrəli oyuncu geriyə doğru pas atdı. 77 nömrəli oyuncu. Hal-hazırda 24 nömrəli oyuncu topu qəbul edir və qapıya doğru zərbə endirir və qapıcı topu saxlayır və burada 21 nömrəli oyuncu yenidən. Və bəli, yenidən burada təhlükəli vəziyyət irəliyə doğru Narıncı komandadan 3 nəfər irəlidədir. Pas atmalıdır və burada Anar qapıya doğru zərbə endirməli idi. Və hakim burada bayrağını qaldırdı ki, offside-dır. Son təhlükəli hücum. Son təhlükəli hücum gol ola bilərdi, amma heyf olmadı. Maraqlı oyunuydu. İştirak edən hər bir kəsi təbrik edirəm. Nəticə çıxarılası oyunuydu. Hər bir komandanın oyuncusunun bu oyundan öyrənəcəyi şeylər oldu, əminəm ki.